Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Quba rayon Qonaqkənd qəsəbə sakini 1955-ci il təvəllüdlü Söhrab Cabbaroğlu Məmmədova meyidi tanışı Nəsibə Ərzuman qızı Dadaşovanın evində tapılıb. Xəbər verilir ki, mərhum Dadaşovaya məxsus evdə infarkt keçirərək ölüb. Faktla bağlı araşdırma aparılır. Mingəçevirdə arvadını bıçaqlayıb. Xəbər verilir ki, hadisə Dilarə Əliyeva küçəsində yerləşən binanın mənzillərindən birində baş verib. Şəhər sakini 26 yaşlı Əkbər Əkbərov qeydəki asfalt şərtidir. Aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı 23 yaşlıq xanıma yaşadıkları ünvanda kəsici alətlə xəsarətlər yedirib. Qadın təcili xəstəxanaya çatdırılaraq ora yerləşdirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.